Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə elektron ticarət dərslərinin növbəti hissəsini çəkirik və bu videoda sizlər üçün bir videoda elektron ticarət saytı yaratmaq başlığı altında dərsləri qeyd edəcəyik və yekun bir başlanğıc versək, bizə elektron ticarət saytı yaratmaq üçün ilkin domen lazımdır, daha sonra hosting lazımdır və daha sonra biz hostinglə domeni birləşdirib öz elektron ticarət saytımız üçün lazım olan platformanı quraşdırmalıyıq və daha sonra növbəti addımları keçməliyik. Biz dedik ki, az domenini daxil online.az-dan əldə edirik və online.az-da qeydiyyat formasında qeydiyyatdan keçdikdən sonra bu hissədə domeni axtarışa veririk. Misal üçün, funnel mən indi nümunə olaraq axtarışa verirəm və axtarış verdikdə əgər burada funnel az yaşıl fonda qeyd olunursa, deməli biz domeni qeydiyyatdan keçirə bilərik. Yox, əgər qırmızı formada işarələrlə göstərilirsə, o zaman biz bu domeni artıq alınıbdır, qeydiyyatdan keçirə bilmərik. Mən növbəti dərsimiz üçün domen sifariş etmişəm artıq daha öncədən wilhome.az və wilhome.az-ı biz daxil olub hostingerdə hostingi əldə etdikdən sonra bunları biz digər qısa dərslərdə göstərmişik. Zaman itirməmək üçün öncədən hazırdır və daxil oluruq hostingerdə admin panelimizə və admin paneldən biz onlayn ticarət üçün başlanğıc platformanı qurmağa başlayırıq. Bunun üçün daxil oluruq avtomatik yükləyiciyə. Avtomatik yükləyicidən WordPress-i seçirik və gələn hissədə biz saytımızın məlumatlarını daxil edirik. Sayt başlığı hissəsinə saytımızın adını, daha sonra saytımızda istifadə olunacaq admin paneldə admin istifadəçi adını və admin şifrəsini bu hissədən təyin edirik və davam deyirik. Gördüyünüz bu hissədə saytımızın admin panelinin dilini seçirik. Gəlin biz hələlik türk dili qoyaq, sonra daha sonra bunu Azərbaycan dilinə tərcümə edəcəyik. Digər hissələri qurdalamağa ehtiyac yoxdur. Yəni hər hansısa bir seçim etməyə ehtiyac yoxdur. Çünki son versiyaların seçimləri burada özünü göstərir və davam et deyirik. Və bir qədər gözlədikdən sonra artıq bizim ilkin platformamız quraşdırıldı. Bu hissədən biz gələn menüyü görə bilirik və buradan WordPress admin deyə davam etsək, bizi saytın artıq hostingin deyil, saytın admin panelinə yönəldir. Və gördüyünüz kimi artıq bizi saytın admin panelinə yönəltdi və saytın özünə də baxsaq, saytın özündə belə bir dizayn var. İndi bizə lazımdır ki, ilk öncə elektron ticarət üçün lazım olacaq WooCommerce qoşmasını quraşdıraq. Bunun üçün daxil oluruq əkləntilərə. Hal-hazırda türkçədir. Birazdan bunu tərcümə edəcəyik. Yeni əklənti deyirik. Gördüyünüz kimi bizim elektron ticarətdə istifadə edəcəyimiz əsas mağaza modulunu yaradan qoşma budur. WooCommerce qoşması və şimdi kur deyib davam edirik. Bir neçə saniyədən sonra avtomatik qurulum davam edir və aktivləşdirməyimiz lazımdır. Etkinləşdir deyərək aktivləşdiririk. Gördüyünüz kimi artıq bizim onlayn satış edə biləcəyimiz modulları özündə birləşdirən qoşma yükləndi və sol tərəfdə baxsaq menüyə, burada WooCommerce menüsü, ürünlər, ödəmələr, analiz və pazarlama menüləri da artıq bizim üçün aktivləşdi. Bu deməkdir ki, biz onlayn mağazamız üçün əsas lazım olan modulu quraşdırmışıq. Gəlin nümunə üçün baxaq, bütün məhsullara baxsaq deyə. Burada hal-hazırda bir məhsul yoxdur və bizdən soruşur, hansı məhsul satışı edəcəksiniz? Fiziksel məhsuldurmu, yəni fiziki məhsuldurmu, bir neçə variant olan məhsuldurmu? Yəni siz elektron ticarətdə fiziki məhsul nəyə görə soruşur? Siz rəqəmsal məhsul da sata bilərsiniz. Misal üçün elektron kitab sata bilərsiniz, kurs sata bilərsiniz, video formatında bunlar ola bilər və yaxud da hər hansı fiziki bir məhsul və versiyalı bir məhsuldurmu? Tutaq ki, bir paltar satırsınız, qırmızı rəng, sarı rəng və yaxud da L ölçüdə, S ölçüdə bunları bildirir və yaxud da ki, qruplandırılmış məhsul. Tutaq, televizor satırsınız, siz eyni zamanda televizorun yanında televizor divara asmaq üçün olan tutacağı da onunla qruplaşdırıb eyni qiymətə satırsınız və yaxud da bir cehiz dəsti satırsınız, siz orada yataq dəsti, qab, qazaq və s. bunları birləşdirib bir qrup şəklində, bir kampaniya şəklində sata bilərsiniz. Daha çox ürün türü desək, burada rəqəmsal məhsul var və xarici ürün. Xarici ürün nədir? Tutaq ki, siz
bir marketdə məhsullarınızı, yəni əvvəlki Yumikoda, indiki bir marketdə məhsullarınızı yerləşdirib əsas satışı oradan edirsiniz. Lakin reklamlarınız və s. daha çox etmək istədiyiniz üçün özünüzdə olsun deyə belə bir qərar gəlmişsiniz ki, öz onlayn mağazanızda yaradasınız və yekunda satış Yumiko-dan bir marketdən olacağı üçün siz ora məhsulun xarici məhsul kimi qeydiyyatdan keçirib və məhsulun linkini əlavə edirsiniz. Ödənmə və s. hissəyə gəldikdə orada müştərini yönəldir Yumikoya. Zaten burada deyir başqa bir mağazada aşağı hissədə məhsullar satırsınızsa, əvvəlcədən varsa məhsullarınızı toplu şəkildə bura əlavə edə bilərsiniz. Digər hissə isə Printful, bu hansı ki sifariş əsasında stəkanın və yaxud da paltarın üzərinə yazı yazmaq üçün xaricdə olan bir sistemdir. Siz həmən saytdan öz saytınızı inteqrasiya edirsiniz və beləliklə öz saytınızdan da siz sifarişlər qəbul edərək avtomatik şəkildə siz onu Printful tərəfində istehsal elətdirib müştəriyə göndərə bilərsiniz və bu proseslər artıq burada tamamilə avtomatikləşmiş olur. Bu hissə barədə hələlik bu qədər. Və biz saytımızın özünə baxsaq, wilhome.az-ın gördüyünüz kimi hal-hazırda bizdə belə bir dizayn var. Lakin bu mağaza satışı üçün əlverişlidirmi? Əlbəttə ki, məhsul satışı üçün əlverişli deyil. Və bizim burada mağaza modulumuz var, hansı ki bu hissədə məhsullar olacaq. Ödəmə modulu var, burada ödəniş metodlarını quraşdırıb satış etmək üçün və səbət müştərini məhsulları əlavə etdikcə səbətə daha sonra ödəniş etmək üçün bu səhifələr var. Eyni zamanda hesabım hissəsi var. Buradan sifarişləri görə bilir, rəqəmsal məhsuldursa o məhsulun endirmə linkini görə bilir, ünvanlar əlavə edirlər. Ümumiyyətlə elektron ticarətdə 2 ünvan var. Faktura ünvanı və çatdırılma ünvanı. Tutaq ki, siz öz ünvanınızı qeyd edərkən faktura ünvanı olaraq öz ünvanınızı qeyd edirsiniz. Lakin çatdırılma ünvanı fərqli bir ünvan ola bilər. Tutaq ki, hədiyyə göndərirsiniz və yaxud da digər hər hansı bir hal. Burada hesab məlumatları var, ad, soyad və s. bu formada davam edir şifrənizi dəyişmək. Lakin gördüyünüz kimi bizim saytın ümumi bir dizaynı yoxdur. Bizə lazımdır ki, biz saytımıza dizayn yükləyək və onlayn mağazanın daha görünür olmasını, daha estetik olmasını təmin edək. Və gördüyünüz kimi mağazamız bu formada görsənir. Hal-hazırda hər hansı bir dizayn yoxdur. Daha estetik etmək üçün biz dizayn yükləməliyik və bu təlimdə, bu videoda biz Flatsom temasından istifadə edəcəyik. Gördüyünüz kimi burada satışdadır, 59 dollara satışdadır və aşağıda bu temanın digər xüsusiyyətlərinə baxa bilərik. Gördüyünüz kimi özünün səhifə inşa etmə aracı var. Burada biz Woodmartda olduğu kimi Elementor və s. digər səhifə qurma vasitələrindən istifadə etməyəcəyik. Burada müəyyən ayarları göstərir, surəti göstərir, optimizasiya olunmuş və müxtəlif ana üzlər, yəni ana səhifə üçün müxtəlif dizaynları olduğunu bizə göstərir. Və növbəti mərhələdə bizə yeniləmələri göstərir. 2013-cü ildən çıxıbdır və növbəti mərhələdə davam edir. Eyni zamanda əlavə quraşdırmaları, animasiya üçün effektləri var. Mağazada məhsul səhifəsini optimizasiya edə bilirik və digər ayarlamalar. İndi isə gəlin biz bunu saytımıza quraşdıraq, daxil oluruq görünüm hissəsinə və buradan yeni dizayn əlavə et deyirik. İndi isə biz burada tema yüklə hissəsinə keçirik və dosya seçirik. Gördüyünüz kimi burada Flatsomun faylları var və biz daxil oluruq tema faylına. Biz buradan əsas tema faylını seçirik və şimdi kur deyirik. Bir qədər gözləyirik ki, sayta bu məlumatlar yüklənsin, biz temamızı aktiv edək. Və gördüyünüz kimi artıq dizaynımız yükləndi. Biz buradan aktivləşdir deyirik. Və bizim üçün dizaynımız yüklənmiş oldu. Və bu ilkin mərhələdə dizaynın əsasının yüklənməsi. Gəlin saytı yeniləyək. Saytı yenilədikdə artıq dizayn bu formada dəyişir. Və bu hissədə bildiriş formasında gəlir ki, bu dizaynın daha yaxşı işləməyi üçün bu qoşmaları da yükləmək lazımdır. Biz bunları da yükləyirik. Və gəlin bu mərhələdə biz let's go deyib davam edək. Davam edirik. Hələlik bu hissəni keçək.
Və yenidən qayıdırıq saytımıza. Biz buradan özəlləşdir deyirik. Gördüyünüz kimi bizim saytın dizaynın admin panelinə yönəltdi. Çünki var hostingin admin paneli. Biz oradan avtomatik qurucu vasitəsilə WordPress-i qurduq. Daha sonra yönəldik saytın admin panelinə. Orada WooCommerce və sair temanı yüklədik. İndi isə dizaynın bir növ admin panelinə baxırıq və burada header başlıq hissə var. Başlıq hissə hansı ki saytın bu hissəsidir. Daimi səhifələrdə sabit olaraq qalır. Gördüyünüz kimi biz burada başlıq hissəni avtomatik olaraq dəyişə bilirik. Necə? Tutaq ki, loqonu biz sağa sola çəkə bilirik. Tutaq ki, biz buradakı elementlərin yerini sürüşdürərək dəyişə bilirik. Misal üçün gördüyünüz kimi bu hissə yuxarı qalxdı. İndi isə aşağı indirək. Və yaxud da axtarış menüsünü yuxarı qaldıraq. Və yaxud da ortaya çəkək. Gördüyünüz kimi bu formada dizayner biz dəyişə bilirik. Və burada bizim üçün menyu göstərir. Hansı ki biz menyuları təyin etməliyik. Menyuları hardan təyin edirik. Daxil oluruq yenidən admin panelə. Görünüm hissəsindən menyular hissəsinə daxil oluruq. Menyular hissəsində biz əsas saytda ilkin göstərməyini istədiyimiz səhifələri göstəririk. Misal üçün ana səhifə olmalıdır ki, hər dəfə müştəri ora tıklayıb da geri əsas səhifəyə dönüş edə bilsin və haqqımızda hissəsi olmalıdır, əlaqə hissəsi olmalıdır. Biz bunları o hissəyə əlavə etməliyik. Menyulara gəldikdən sonra biz ilk menyumuza ad veririk. Misal üçün bir deyə qeyd etdik və ana menyu kimi bunu təyin edirik. Menyu yarat deyirik və yeni bir menyu yarandı. Bizə nə lazımdır buradan? Əsas səhifədə biz buradan əsas menyunu seçirik. Növbəti mərhələdə bizə gördüyünüz kimi mobil dizayn da lazım olacaq. Biz gəlin bunu göstərim sizə praktik olaraq. Tutaq ki, biz bunu balacalatdıq və bu hissəni ləğv edək. Daha doğrusu sayta yenidən daxil olma formada göstərim. Biz belə istədikdə burada açılan menyunu mobil menyu deyə qeyd etməliyik. Bunun üçün də biz yenidən menyu yaradırıq. Belə saxlanıt verək. Yeni bir menyu yarat deyirik. Menyumuzun adı olur mobil menyu. Bu hissədən də biz ana mobil menyunu seçirik. Və müxtəlif menyular yarandıqdan sonra biz istədiyimiz menyunu seçmək üçün menyular hissəsinə daxil olduqdan sonra bu hissədən istədiyimiz menyunu seçirik, seç deyirik və biz həmən menyulara hər hansı bir yazının linkini hal-hazırda yoxdur, kateqoriyalar ola bilər, məhsul kateqoriyaları və s. onları əlavə edə bilirik və yaxud da xüsusi bağlantılar əlavə edə bilərik. Gəlin xüsusi bağlantılar vasitəsilə mən bura bir neçə başlıq atım. Misal üçün ana səhifəyə yazdıq. Bu hissəyə mən menyuya desəm link istəyəcək. Bura saytımızın linkini əlavə edirik. Və menyuya əklə deyirik. Gördüyünüz kimi bizə menyuya əkləndə əlavə olundu və menyunu qeyd et deyirik. İndi isə biz saytımızı yeniləsək. Və növbəti mərhələdə digər xüsusi menyular əlavə edirəm. Bu hissədə olsun haqqımızda. Burada link və sonuna bir DS işarəsi atıram ki, sabit menyuda olsun. Və menyuya əlavə et deyirəm. Növbəti mərhələdə olsun əlaqə hissəsi. Və biz bu səhifələri əlavə etdikdən sonra menyunu qeyd et deyirik. Menyu qeyd olduqdan sonra saytımızı yeniləyirik. Artıq gördüyünüz kimi bu hissəyə əlavə etdiyimiz menyu gəldi və biz bunu yenidən özəlləşdir deyirik. Header hissəsini seçib menyunu biz yuxarı qaldırsaq daha ətraflı görürük ki, menyu yuxarı əlavə olundu və yaxud da ki, sağ tərəf aşağı hissədə əlavə edə bilirik. Biz buradan menyumuzu təyin edə bilirik. Yəni header'ı bu hissədən düzəldə bilirik. Biz bura ikinci bir menyu əlavə edə bilərik. Əlaqə üçün hər hansı bir telefon nömrəsi və s. əlavə edə bilərik. Tutaq ki, misal üçün biz bu hissəyə əlaqə
əlavə etmək istəyirik. Gördüyünüz kimi gəldi və üzərindəki çarx işarəsinə tıklayıb da buradan yazılarımızı və s. qeyd edirik. Misal üçün telefon nömrəsini dəyişirik. 994 55 555 55 55 deyirəm. Və saxladıqda gördüyünüz kimi artıq burada məlumatlar dəyişir və biz WhatsApp üçün də bir nömrə yaza bilərik. Tutaq yenə 994 55 555 55 55 və white label WhatsApp-la sifariş, WhatsApp-la əlaqə və yaxud da WhatsApp yazmaq olar. Gördüyünüz kimi bu hissədə WhatsApp işarəsi düşdü və üzərinə tıklayanda WhatsApp linki yaradır və linklə birbaşa WhatsApp mesajınıza yönəldir. Buradan isə lazım olmayan hissələri hələlik seçirik. Burada sadəcə əlaqə WhatsApp olsun və yaxud da ki, daha yaxşı olar ki, WhatsApp-ın özü olsun. WhatsApp-ın özü oldu və davam edək. Bu hissəni biz yayınla deyirik ki, avtomatik saytımızda yadda qalsın. Və növbəti mərhələdə account hissəsinə baxaq, yəni hesab hissəsinə. Biz buradan hesabımız üçün dizayn seçə bilirik, ikon seçə bilirik. Burada hansı ikon olsun? Burada isə səbət hissəsinin ayarlamalarıdır. Səbətin işarəsi necə olsun? Səbətin işarəsi olsun, tutaq ki, belə. Və hələlik yayınla deyirik. Mən mağaza modunu deaktiv etmişdim deyə burada işarələr trekimi göstərirdi. WooCommerce-ə ehtiyac var deyildi və mən o hissəni artıq WooCommerce-ni yenidən aktivləşdirdim və gördüyünüz kimi bu hissədəki dəyişiklikləri siz bu formada görə bilərsiniz. Misal üçün yenidən baxaq, header deyək. Header hissəsi gəldi, əlaqə hissəsinə baxdıq. Kontakt hissəsindən biz bu hissədə hansı ikon olsun, hansı formada olsun, onu seçə bilirik. Gördüyünüz kimi avtomatik dəyişir. Formada daha məqsədə uyğundur deyək. Növbəti mərhələdə isə səbət hissəsində yenə ikonu dəyişə bilirik. Buradan. Bu hissədən də müxtəlif dizaynlar verə bilirik. Növbəti mərhələdə əlavə bir ikon var özünüzdə. Həmən ikonu seçmək istəyirsinizsə, həmən ikonu bu hissədən görsəli seç deyib də əlavə edə bilərsiniz. Miqdar, yəni səbətdə tutaq ki, burada miqdar girişlərini göstəri var. 10 dənə məhsul, 20 dənə məhsul və s. onu göstərməyi biz aktivləşdirə bilirik. Hələlik bu hissələr bu qədər və növbəti hissələrə baxaq. Burada siz dil əlavə edə bilərsiniz, saytınızın dili, hansısa bir blok əlavə edə bilərsiniz və ikinci bir menyu və s. əlavə edə bilərsiniz. Və bizə loqonu əlavə etmək lazımdır. Loqonu əlavə etmək üçün daxil oluruq yuxarı hissədə bura. Logo deyirik, logo menüsü gəlir. Buradan istədiyiniz bir loqonu, görsəli seç deyib də yükləyə bilirsiniz. Mən hal-hazırda yükləmişəm. Və buradan siz konteynerin uzunluğunu və s. təyin edə bilirsiniz. Buradan kiçik və böyük olmasını təyin edə bilirsiniz. Hər hansı bir sayt sloqanınız varsa bura qeyd edə bilirsiniz. Və yaxud da loqo ortada mı olsun, sol küncdə mi olsun deyə bu hissədən seçim edə bilirsiniz. Bura hələlik bu qədər yayınla deyirik. Və eyni zamanda gördüyünüz kimi bu desktopdur, yəni əsas dizaynın headerıdır və siz buradan mobil və tablet üçün olan versiyalarda eyni qayda istədiyiniz formada kiçildib, mobil tablet deyib istədiyiniz dəyişiklikləri edə bilirsiniz. Bu hissənin üzərindən sürətli keçək, qayda və əsas menüyə və ümumiyyətcə buradan presets deyərək, hansı ki buradan özəlləşdir verdikdən sonra headerin altından isə presets seçdikdə header başlığının ümumi dizaynını fərqli formada edə bilərsiniz. Baxaq, əlimizdə olan dizaynlara gördüyünüz kimi müxtəlif formada bizim üçün dizaynlar verir. Siz bunu daha ətraflı özünüz də özəlləşdirə bilərsiniz, yəni fərqliləşdirə bilərsiniz. Gördüyünüz kimi bizim üçün müxtəlif dizaynlı header başlıqları təklif edir. Gəlin biz birinci və ya ikincini seçək. Birincidə qərar verdik, yayınla deyirik.
Hansı ki saytda gördüğünüz lap yuxarıda bu hissə top bar adlanır. Yəni top bar yuxarı hissə header'dan da bir üst hissədir. Onu da siz buradan aktiv və ya deaktiv edə bilərsiniz. Öz dizaynınıza uyğun fərdiləşdirməyə buradan hündürlüyünü təyin edə bilərsiniz. Hansı formatda olmağını seçə bilərsiniz rənglərin. Arxa fon rəngi seçə bilərsiniz. Tutaq ki, qırmızı olsun və yaxud da hər hansı bir digər rəng. Mən hazırda təmizdə deyirəm. Və burada naviqasiya menyularının dizaynını seçə bilərsiniz. Burada indi buton olanda butonların digər kənarı və s. görsənir və davam edək. Siz bu dizayn vasitəsilə header'ın hündürlüyünü, alçaqlığını, header'dakı butonların formatını və s. seçə bilərsiniz. Misal üçün buradan header'ın formasını dəyişə bilərsiniz, ölçüsünü dəyişə bilərsiniz, rəng seçimi və s. Arxa fonu yenə header'ın buradan siz dəyişə bilərsiniz. Varsayılan deyirəm. Buradan hər hansı bir əlavə özünüz şəkil əlavə edə bilərsiniz, kölgə verə bilərsiniz, kölgəni götürə bilərsiniz. Gördüyünüz kimi və digər hansısa bir HTML bir formatda hansısa bir məzmun əlavə edə bilərsiniz. Eyni zamanda naviqasiyada ölçüləri seçə bilərsiniz və digər rəngləri hamısını ətraflı şəkildə buradan edə bilərsiniz. Eyni zamanda header'dakı butonları, yəni bu hissədəki buton sayılır, link varsa, tıklanacaqsa buton sayılır, onun ayarlamalarını bu hissədən edə bilirsiniz. Növbəti mərhələdə style hissəsindən sizə lazım olan saytda istifadə etmək istədiyiniz şriftləri seçirsiniz. Misal üçün burada başlıqlar üçün var, əsas mətn üçün var, naviqasiya, yəni menyular üçün var, digər fontlar var və s. Növbəti mərhələdə keçirik biz. Gördüyünüz kimi rənglər var, əsas rəngləri seçə bilərsiniz. İkinci rəngi, üçüncü rəngi və s. digər rəngləri seçə bilərsiniz. Bu hissələri hələlik biz etmirik. Qlobal stillər bunlara ehtiyac yoxdur. Və xüsusi CSS kodlar əlavə etmək istəyirsinizsə, bu artıq bir daha sonraki biraz texniki bilik tələb edən hissədir. Siz onları bu hissəyə əlavə edə bilirsiniz. Və sizə burada WooCommerce üçün də, yəni bizim mağaza moduluna bu uyğun bir inteqrasiya edilə biləcək bir dizayn olduğu üçün sizə oradan mağaza ilə bağlı müəyyən hissələri də etməyə icazə verir. Və burada bizim ana səhifəmiz üçün bir səhifə yaratmağımız lazımdır ki, biz orada saytımıza, ana səhifəmizə dizayn verə bilərik. Bunun üçün giriş səhifəsi ayarları var və biz buradan sabit bir səhifə seçirik. Sabit bir səhifə yaradaq. Misal üçün add page, ana səhifə. Səhifə deyə bir səhifə yaradaq, əlavə etdik. Gördüyünüz kimi artıq burada format dəyişdi. Yayınla deyirik. Daha sonra biz yenidən admin panelə daxil oluruq və buradan səhifələr hissəsinə daxil oluruq. Səhifələr hissəsindən ana səhifəni seçirik və Edit with UX Builder seçirik. Gördüyünüz kimi bizi yönəldir Flatsun temasının özünün ana səhifə inşa etmə vasitəsinə UX Builder-ə və biz buradan müxtəlif hazır dizaynlar var. Onlardan birini əlavə edə bilərik və yaxud da ki, sonradan bunun üzərində işləyə bilərik. Gəlin biz nümunə üçün birini əlavə edək. Birincini əlavə edirik. Gördüyünüz kimi avtomatik bizim sayta bu formada bir səhifə inşa etmə aracı vasitəsilə bir dizayn əlavə edirik və biz bunun üzərində dəyişikliklər edə bilirik. Tutaq ki, bu hissəyə gəldik, avtomatik buradan biz seçib buradan dəyişikliklər edə bilirik, misal üçün. Gördüyünüz kimi bu formada biz buranı dəyişə bilirik, bu hissələrdə dəyişə bilirik, misal üçün.
Biz bu hissədən buradakı butonları seçib əlavə edə bilirik. Eyni zamanda ikon təyin edə bilərik, hər hansısa bir ikon təyin edə bilərik və digərləri. Bu hissəni biz gördükdən sonra burada gördüyünüz hər bir şeyi biz özəlləşdirə bilirik. Hələlik bu hissələrə qaldı. Və aşağı düşdükdə biz boş bir başlıqlar görürük. Başlıq atılıb, amma altına hər hansı bir modul əlavə edilməyib. Biz burada nə olmasını istəyə bilərik əsas səhifədə. Misal üçün məhsullarımızın görsənməyini biz bu hissəyə tıklayırıq və buradan hansı modulların gəlməyini istədiyimizi seçirik. Misal üçün burada mağaza üçün produktlar hissəsi var. Biz bu produktlar hissəsini əlavə edək. Bu avtomatik burada edilmiş sayılır. Amma ki, burada bizim hal-hazırda məhsullarımız olduğu üçün görsənmir. Bu hissəni hələlik təsdiqləyib saxlayıram. Biz bura məhsulları yüklədikdən sonra avtomatik görəcəyik bu hissəni və buradan çıxıram. Gəlin nümunə olaraq saytımızı yenidən yeniləyək. Və gördüyünüz kimi avtomatik bura dəyişikliklər gəldi və bu hissəyə də biz saytımıza məhsullar yüklədikdə bu hissəni görəcəyik. Və biz admin paneldən məhsullar hissəsinə daxil olduqda bizim üçün burada müxtəlif seçimlər verir. Gəlin biz belə deyək, məhsullar hissəsinə daxil olub yeni məhsul əlavə et deyirik. Və yeni məhsul əlavə edəndə biz buradan məhsulun adını qeyd etməliyik. Sadə lampa deyək və -001 hansısa bir lampa modeli olsun. Burada məhsulumuzu qısa hosting yerindən biz süni intellekt vasitəsilə hər hansı bir məhsul açıqlaması yarada bilərik, amma biz əsas məhsul açıqlamasını bura yazacaq. Burada olsun məhsul açıqlaması. Biz bu hissədən seçirik sadə məhsuldur, qruplandırılmış və s. bir sadə məhsul seçirik. Normal qiyməti olsun 150 manat, endirimli satış qiyməti 100 manat. Və aşağıda stok seçimi var. Stok kodu varsa bizdə öz mağazalar şəbəkəmiz var. Tutaq ki, bizim orada hər bir məhsul stok kodundan kodlanıb və yaxud barkod kodu var. Bu hissəyə əlavə edirik. Stokda vəziyyəti stokdadır, stokda yoxdur və yaxud da ki, artıq var idi, satılıb vəziyyətinə keçiririk. Göndərim var. Biz burada bunu daha sonra baxacağıq. Çatdırılma hissəsi ödənişlidir, ödənişsizdir və s. Hər hansı bu məhsulla yanaşı alına biləcək məhsul varmı onu seçə bilirik buradan. Xüsusiyyətlərini seçə bilirik. Gəlmiş hissəsinə isə ehtiyac yoxdur hal-hazırda və ekstra seçənəklərə ehtiyac yoxdur. Burada isə məhsul haqqında 2-3 cümlə qısa açıqlama yazmaq lazımdır. Sadə lampa məhsulu. Gördüyünüz kimi bu hissələri hal-hazırda keçirəm, çünki daha sonra məhsul əlavə edərkən SEO üçün uyğun olmaları üçün hansıları etmək, hansıları seçmək lazımdır, onu göstərəcəyim. Buradan isə məhsulun əsas şəklini seçməliyik. Buradan biz boş bir şəkil seçək, yəni nümunə üçün olan şəkli. Bu hissədə isə biz məhsulun digər şəkillərini seçməliyik. Burada məhsulun kateqoriyasını seçməliyik. Tutaq ki, olsun ev əşyaları. Məhsul kateqoriya iyerarxiyasını göstərirəm. Ev əşyaları. Əsas kateqoriya varmı? Yoxdur. Burada ev əşyalarının özü əsas kateqoriyadır. Yeni kateqoriya ilə deyirik, əlavə olundu və biz daxil edək lampalar bura. Lampalar. Lampalar daxil etdikdən sonra bunun bir üst kateqoriyası hansıdır deyə soruşduqda biz deyirik, tutaq ki, ev əşyaları və yeni kateqoriya əlavə edirik. Hissəyə. Və buradan lampaları gördük. Ev əşyalarını seçək və davam edək. Məhsul haqqında etiketlər, misal üçün məhsulun biz Google-da axtarışlarda və s. hansı cür axtarıla bilər onları əlavə edirik. Misal üçün lampa, sadə lampa, ev üçün lampa. Lampa burada məhsul yükləmə qaydasını göstərdiyim üçün hal-hazırda qısa keçirəm. Məhsulun markası varsa biz məhsula marka yarada bilərik. Tutaq ki, olsun Samsung. Və yeni marka əlavə et deyib markanı seçə bilirik. Xarici bir link, şəkil, video varsa onu da bu hissədən əlavə edə bilirik. Və bu hissədən gəlib biz məhsulu yenilə deyirik, yayınla deyirik.
və məhsul yayımlandıqdan sonra biz məhsulun linkinə keçid edərək məhsulun formasına baxa bilirik. Bu hissəni də biz dəyişikliklər edə bilirik. Ana səhifənin düzənlən hissəsindən biz yenidən qayıdırıq buradan UX Builder-ə. Gördüyünüz kimi burada artıq produkt hissəsini görürsünüz. Biz hansı ki əlavə etmişdik. Mən sadəcə olaraq istəyirəm ki, bu hissə daha yuxarıda olsun və yaxud da bu hissəni aşağı keçirək. O zaman bunu keçiririk bir alta. Düşünün ki, bu məhsul bir neçə dənə var və mən növbəti mərhələdə sizin üçün sayta toplu məhsul yükləməyə göstərəcəyim və toplu məhsulları yüklədikdən sonra saytımızı dizayn etməyə davam edəcəyik. Biz artıq bir məhsul əlavə etdikdən sonra ürünlər hissəsinə gəldikdə gördüyünüz kimi burada yeni məhsul əlavə et var, hansı ki bu az öncə etdiyimiz iç aktar və dış aktar var. İç aktar nədir? İç aktar burada importdur. Yəni ki, xarici bir linkdən tutaq ki, başqa bir saytdakı məhsulları və yaxud da Excel-də hazırladığınız məhsul məlumatlarını bu sayta avtomatik olaraq əlavə etmək istəyirsiniz və yaxud da ki, dış aktar vasitəsindən bu saytda olan məhsulları bir fayl formatına çıxarıb saxlamaq istəyirsiniz. Biz burada iç aktar deməyimiz lazımdır. Və bu hissədən bizdən qeyd edir ki, bir fayl seçin. CSV formatında bir fayldır, sonluq CSV olmalıdır və bu hissədə də göstərir ki, əgər burada artıq ID-si və stok kodu eyni olan məhsullar varsa, siz onu birbaşa yaratma, sadəcə həmən məhsulların içindəki dəyişiklikləri, belə deyək, güncəllə. Yenidən yaratma, sadəcə güncəllə. Dosya seç deyirik və burada mənim daha öncə başqa bir saytdan çıxardığım məhsulların siyahısı var və davam et deyirik. Və belə bir hissə gəlir, siz bu hissədən başlıqlara uyğun hansı sütunda, yəni belə deyək, burada məhsullar var, sütunlarda sıralanır, ID-si, növü, SKU kodu, adı və s. Burada sizdə göstərir ki, hansıların hansına bərabər olduğunu seç. Misal üçün növ. Növ bizdə burada ehtiyac varmı? Məncə növə burada ehtiyac yox, avtomatik təyin edəcək. SKU stok kodu, iç aktarma, ad. Adı biz buradan seçməliyik, isim, türkcə. Nəşr edilmişdir, yayımlanmış. Xüsusiyyətləri varmı? Ehtiyac yoxdur. Kataloqda görünmə qabiliyyətinə ehtiyac yoxdur. Qısa təsvirləri varsa olsun, qısa açıqlama. Təsviri varsa ümumi açıqlama. Satış qiyməti başlama tarixi ehtiyac yoxdur. Vergi statusu ehtiyac yoxdur. Hal-hazırda nümunə üçün stokda var, yox. Onu biz qeyd etməliyik stokda. Buna da ehtiyac yoxdur, elərik. Stok. Aşağı ehtiyac miqdarı tək-təki kiloqram. Bu hissələri sürətli şəkildə keçək. Bizə lazım olan kateqoriyalar hissəsi ehtiyac varmı? Baxaq, kateqoriyalar hissəsi qoy bizim üçün olsun. Kateqorilər hissəsi, teqlər hissəsi, etiketlər hansı ki, bəyək ki, burada teqlər hissəsi bərabərdir etiketlərə. Etiketlər məhsul şəkilləri, məhsulun şəkilləri. Buradan görsəllər seçdik. Yükləmə limiti ehtiyac yoxdur, valideyn ehtiyac yoxdur, satışlar ehtiyac yoxdur, xarici, düymə, vəzifə. Bu hissələri sürətli şəkildə keçirik. Və yuxarı hissədən biz adi qiymət və endirimli qiymət seçirik. Adi qiymət normal qiymətdir. Satış qiyməti endirimli satış qiymətidir. Və biz bunları təsdiqlədikdə hal-hazırda bunlar bizə bəsdir. Baxaq görək hər hansı əlavə bir şey qaldımı? ID, ad nəşr edilmiş. Və bu qədərini biz seçdikdən sonra əsas lazım olanları seç, aktarıcıyı çalışdır deyirik və bir qədər gözləyirik. Burada məhsulların sayı, şəkillərin ölçüsü və s. bizim üçün gözləmə limitini təyin edir. Bu hissədən siz izləyə bilərsiniz ki, məhsulların
yüklənməsi hansı mərhələdədir, təxminən neçə faiz olaraq qeyd olunub. Bu hissədə də gördüyünüz kimi fırlanır və bu o deməkdir ki, bizim məhsulları içəri yükləməyə, sayta yükləməyə çalışır. Bir qədər gözləyək, sayta yüklənsin və davam edək. Məhsullarımız yüklənir. Ona kimi biz burada WordPress-in başlanğıc səhifəsində xırda ayarlamalar verək. Misal üçün hızlı taslak bizə qeyd götürmək üçün də lazım deyil. WordPress etkinliklər, xəbərlər lazım deyil. Kommersiya son dəyərləri, sayt sağlıq durumu lazımdır, qalsın. Növbəti mərhələdə gəlin biz keçək məhsullar hissəsinə, bütün məhsullar deyək. Və gördüyünüz kimi bizim yükləmiş olduğumuz məhsullar artıq burada öz yerini tapıb, hansı ki biz toplu şəkildə məhsul yüklədik. Və biz sayta daxil olsaq, yeniləsək və aşağı düşsək görürük ki, artıq məhsullar yüklənib. Daxil olaq məhsula. Gördüyünüz kimi məhsulun adı, məhsulun digər şəkilləri, qısa açıqlama varsa qısa açıqlama, ümumi açıqlama, qısa açıqlama isə bunda yoxdur və aşağı hissədə olur. Gördüyünüz kimi burada valyuta dollar işarəsidir. Gəlin onu sürətli şəkildə dəyişək. Daxil oluruq kommersiya və ayarlar hissəsinə. Ayarlar hissəsindən ödənişlər hissəsinə baxaq. Ayarlar hissəsində genəldən baxırıq aşağı və buradan valyuta var. Azərbaycan manatı yazırıq. Azərbaycan manatı gəldi. Simvol solda olsun, sağda olsun. Azərbaycanda simvol sağda olur və dəyişiklikləri qeyd et deyirik. Və biz səhifəni yenilədikdən sonra gördük ki, artıq valyuta Azərbaycan manatına çevrildi. Bəzən ola bilər, bəzi hissələrdə dollar işarəsi görə bilərsiniz. Misal üçün burada bu nəyə görədir? Bu saytın bir ön bəlləyi var. Brauzer onu yükləyir və yaddaşında saxlayır. Bir müvəqqəti yəni. Əslində isə artıq valyuta olaraq hansısa linkin üzərinə tıklasaq görərik ki, ilk dəfə daxil olacağımız səhifəyə valyuta növü Azərbaycan manatı olubdur. Gəlin davam edək. Gördüyünüz kimi burada eyni zamanda məhsulların kateqoriyaları var. Hansı ki bu hissədə biz onun üzərinə daxil olduqda həmən kateqoriyaya aid olan bütün məhsulları burada görürük. Bizə növbəti mərhələdə lazım olacaq footer hissəsini, yəni saytın aşağı hissəsini redaktə eləyək və digər redaktə olunmalı hissələrə baxaq. Bunun üçün daxil oluruq sayta yerdən. Və Fluxumun üzərinə gəlib tema dizaynının tema ayarlarına keçirik və buradan biz bu hissədən görürük ki, footer hissəsi var və footer hissəsinə daxil oluruq. Gördüyünüz kimi bizim üçün footer ayarları gəldi bu hissədə və biz baxaq. Footer üçün background rəng seçək. Tutaq ki, buradan rəngi və yaxud da dəyişək. Yəni bunu olduğu kimi saxlayaq. Varsayılan standart və yuxarı. Burada iki footer var. Bu hissə və bu hissə, aşağı hissə. Bu hissənin rəngini biz təyin edirik buradan. Gördüyünüz kimi. Yəni birinci footerın üst hissəsi və footerın alt hissəsi deyək. Buradan yenə biz bunu varsayılan olaraq qeyd edirik. Buradan əgər footerımıza bir blok əlavə etmək istəyirsə, footerımızı bir formada saxlamaq istəyirsə, biz blok yaradıb, müəyyən bir hissə kimi düşünün, modul kimi düşünün, həmən modulu yaradıb sonradan bura yerləşdirə bilərik. Gəlin ona baxaq. Birinci bu hissəyə daxil oluruq və bu hissədən UX blok deyirik. Yeni blok yarat. Bu hissədən blokumuza ad veririk. Və UX build yerindən düzəlt deyirik. Çıx deyirik. Və artıq bizi yönləndirir. Hansı ki dedik ki, Fluxum temasının özünün ən böyük üstünlüklərindən biri odur ki, bunun öz səhifə qurucu inşa etmə vasitəsi var. Gəlin buradan baxaq. Fluxum Studio deyək, hazır modullara baxmaq üçün. Və gördüyünüz kimi burada müxtəlif hissələr var. Gəlin biz buradan footer seçək və footer saytımız üçün uyğun olan bir footer seçək. Buradan baxırıq öncə. Siz bu formada ayrı bir blok yaradıb sonradan onu saytınıza əlavə edə bilirsiniz. Digərlərinə baxaq. Gördüyünüz kimi ən optimal budur. Import et deyirik. Start deyirik.
və buradan istədiyimiz dəyişiklikləri edə bilirik. Misal üçün daxil oldu. Biz hansı ki footer hissəsində olan hal-hazırda aşağıdakı müəyyən qısa çatdırmaq istədiyimiz hissələri mesaj şəklində qeyd edirik. Misal üçün 100 azından yuxarı, 100 manatdan yuxarı alış-verişlərdə pulsuz çatdırma, 14 gün ərzində geri qaytarılma imkanı, canlı xidmət 7/24 çat vasitəsindən və 100% təhlükəsiz ödənişlər. Bu hissədə isə seçili kateqoriyaları biz bura əlavə edə bilərik. Misal üçün baxaq, burada bizim hansı kateqoriyalarımız var. Gəlin sayta baxaq. Bu hissələri isə artıq bağlayaq. Bunlar bizə lazım deyil. Bu hissədə biz tekst hissəsinə adı qeyd edirik. Daha sonra düşür aşağı. Aşağıda bağlantı hissəsi var. Bağlantı hissəsinə biz linki yerləşdiririk. Burada same video var. Windows var. Yəni hal-hazırda olan tabda mı açsın, hal-hazırda olan səhifəni mi yeniləsin, yoxsa yeni bir səhifə mi açsın? Misal üçün belə yanda biz olduğu kimi saxlayırıq. Təsdiq edirik. Növbəti hissə. Və bu hissəni mən düzəltdim. Hal-hazırda lazım olan linkləri istədim. Bu hissə, aşağı hissələri isə silmək istəyirəm. Əslində bu hissədə sizin əlaqə məlumatlarınız olmalıdır. Məxfilik, çatdırılma, ödəniş, müştəri məlumatlarının saxlanması və işlənməsi, şərtlər haqqında məlumatları yerləşdirməlisiniz. Hal-hazırda mən bu hissəni silməyə çalışacağam və toplu şəkildə silə bilərsiniz və eyni zamanda bir-bir də silə bilərsiniz. Mən buradan gəlirəm, burada bir iyarxiya var, həmən iyarxiyanı tapıram və ondan aşağıdakını bu hissəni silirəm. Gördüyünüz kimi bu hissə silindi və hələlik buranı mən saxlanit edirəm. Publish deyirəm, update və bu hissədən çıxıram. Son hissə olaraq buranı düzəldirəm.
və güncəlləyirəm. Növbəti hissədə biz gəlib buranı yeniləsək və footer hissədən artıq bizim üçün footer hazırladığımız blok gəlir və aşağı düşdükdə biz dizaynın, footerın ona uyğun dəyişdiyini görürük və eyni zamanda bizim üçün lazımdır ki, aşağıdakı bu hissəni ləğv edək, çünki artıq bizim üçün hər hansı bir dəyəri qalmadı bu hissənin. Lakin mən baxdım ki, bu hissəni silmək olmur, ona görə biz daxil olub blokda bu hissəni, bu yuxarı hissəni siləcəyik, çünki bizim üçün artıq aşağıda həmən hissə var. Ona görə yenidən daxil oluruq bloka və biz bu sectionu buradan silirik. Delete və update yeniləmə etdik və yeniləyək. Və gəlib bu səhifədə yenilənmə etdikdə artıq görürük ki, yuxarıdakı hissə silindi, yəni footerın alt hissəsi, blokda olan hissə silindi və bizim üçün bu aşağı hissə qaldı. Bunu da biz ayarlarını və s. bu hissədən dəyişiklik edə bilirik. Burada bu işarə var, simvol, hansı ki aşağı düşdükdə saytın ən aşağısına bizi yuxarı avtomatik qaldırmaq üçün lazımdır. Onun sağda solda olmasını soruşur, hansı formada olmağını istəyir. Biz bu formada qoyuruq. Mobildə görsənsin, görsənməsin. Mobildə ekran kiçik olduğu üçün və daha məlumatları gizlədə bildiyi üçün mobildə görsənməyini istəmirik. Əgər görsənməyini istəsəydik, bu hissəyə ok verərdik. İndi isə yayınla deyirik və bu hissəni tərk edirik. Növbəti mərhələdə bizə lazımdır ki, baxaq, burada nə var? Deməli, biz məhsullara daxil olduqda hansısa bir kateqoriyaya, gəlin bir kateqoriyaya daxil olaq. Görürük ki, sol hissədə bir sidebar var. Yəni sağda ola bilər, bu solda ola bilər və yaxud ümumiyyətcə olmaya bilər. Bizdən görsənməyini istəyir. Bura hər hansı bir modul əlavə etməyimizi istəyir və bizə göstərir ki, dizayndan həmən modulları seçə bilərsiniz. Daxil olduq bura. Mağaza kənar çubuğu deyilən bir hissə var. Həmən hissəyə bizə lazım olan bir belə deyim, blokları əlavə edə bilərik. Gəlin baxaq burada nə var. Biz bu hissədən hər hansı istədiyimiz birini tutub çəkərək həmən hissənin üzərinə yerləşdirə bilərik. Misal üçün, arxiv deyə indi bunu nümunə olaraq atıram. Əlavə et və yaxud başqa nə var burada? Olsun, ürünləri filtrlə, məhsulları. Bitdi. Və canlı ön izləmə ilə yönət deyirik. Gördüyünüz kimi artıq biz etdiyimiz filtrləmə və s. oradan bu hissəyə düşdü. Digər hissələri isə burada vaxt itirməmək üçün sürətli keçirik. Yəni nə istəsəniz bu hissədə olmağını oradan əlavə edə bilərsiniz. Növbəti mərhələdə biz buradan çıxaq. Baxaq görək başqa hər hansı nə qalıbdır. Biz yenidən ana səhifəyə qayıdıb bu hissələri ayarlaya bilərik. Buna görə ana sayfanın düzəninə deyirik. Və bu hissədən qeyd edə bilərik ki, çox satılanlar və mən bu hissəni özüm əlavə etmişdim. Bu hissəni də silirəm. Buradan bir ədəd olsun. Burada isə kateqoriyalar. Bu hissə isə bloklar hissəsidir. Biz gələcək SEO hissəsində
kontentin önəmindən danışarsam, biz bura bloklar yazırıq. Misal üçün ən yaxşı soba, ən yaxşı telefon, iPhone-un xüsusiyyətləri, misal üçün yeni çıxan məhsullar haqqında məqalələr yazırıq ki, biz Google-da məqalələr vasitəsilə də saytımıza müştəriləri cəlb eləyək və oradan biz məhsullara müştəriləri yönəldək. Ona görə bu blok hissəsidir və bura bloklar yazırıq. Və aşağı hissədə daha öncə hazırladıq filter hissəsidir. Növbəti hissədə buranı saxlayırıq və eyni zamanda bu hissələr var. Siz bura hansısa bir modulları quraşdıra bilərsiniz. Hələlik biz bu hissəni ya gizlədək, ya ləğv edək. Mən hal-hazırda bu hissənin görünməyini istəmirəm və gələcəkdə istifadə edərəm deyə də silmək istəmirəm. Ona görə daxil oluram bunun üzərinə, Rovun və Rovun ayarlarına daxil olduqda daxil olub aşağıda visibility görünürlük hissəsindən gizlini seçirəm. Burada ancaq desktopda, masaüstü kompüterlərdə göstəri var, telefonda, tabletdə və s. var. Mən buradan tam olaraq gizlədirəm bunu hələlik və Apple deyib təsdiqləyirəm və yadda saxlayıram. Gördüyünüz kimi gizlənən hissə isə bu formada mavi rəng alır. Burada isə bizim növbəti mərhələdə kateqoriyalarımızın gəlin məhsul necə əlavə olunur, kateqoriyalar necə yerləşdirilir, onun haqqında danışaq. Tutaq ki, bizim məhsullar var və biz bu məhsulları müştərilərə onların axtarış tərzinə uyğun, daha rahat tapmasına uyğun məhsulları kateqoriyalara və alt kateqoriyalara bölürük. Misal üçün, məişət texnikası, orada ola bilər qab yuyan, paltar yuyan və s. Biz onu hardan yarada bilərik? Burada bu kommersiya və ürünlərin altından kateqorilər var. Var WordPress-in öz kateqoriyaları və bir də bu kommersiyanın son yeniliyi olan məhsul kateqoriyalarını öz altında yaratdı və biz buradan məhsul kateqoriyalarını yarada bilirik. Kateqoriyalar hissəsindən kateqoriyaya ad veririk. Gəlin burada mən düzəninə deyim, birinə baxaq. Gördüyünüz kimi kateqoriyaya ad veririk, kateqoriyanın qısaltmasını qeyd edirik, linkdə necə görsənsin. Üst kateqoriyası varmı? Misal üçün məişət texnikasıdırsa bunun bir üstü varmı? Paltar yuyan burada adaptırdı. Misal üçün mobil telefon aksesuarları deyə bunun üst kateqoriyası ola bilər. Bizdə yoxdur. Kateqoriya açıqlama yaza bilərsiniz. Kateqoriyanın üst hissəsində, alt hissəsində onu necə göstərim mən sizə? Deməli, daxil olaq yenidən sayta. Kateqoriyanın üst hissəsi bu hissədə və yaxud da alt hissəsi bu hissədə hər hansısa bir yazı yaza bilərsiniz. Misal üçün, adətən SEO-da bundan istifadə olunur ki, həmin kateqoriyanın altına kateqoriya açıqlaması geniş şəkildə yazılır. Yenə bəzi məhsullara link verilir. Misal üçün, adapterlardırsa orada olur, suallar olur ki, ən yaxşı iPhone adapterları, orijinal iPhone adapteri və yaxud adapter seçərkən nələrə diqqət etmək. Orada kifayət qədər adapter sözü SEO uyğun şəkildə işlənilir ki, Google-dan bu səhifəyə də həmən açar söz üzrə, misal üçün adapterlər açar söz üzrə müştəri yönəldə bilək. Biz bunu etmək istəsək, misal üçün kateqoriya açıqlama, kateqoriya açıqlama, biz bunları bu formada yazaq indi nümunə olaraq və burada kateqoriya dizaynı var. Siz yenə də bu kateqoriya üçün digərlərindən fərqləndirmək istəyirsinizsə, həmən səhifənin dizaynı yenə blok şəklində hazırlayıb buradan seçə bilərsiniz. Və buradan kateqoriyanın hansı ki bu hissədə olan biz gördük. Məhsul kateqoriyanın öz şəklini də təyin edə bilərik. Hələlik məndə şəkil yoxdur, ona görə bu hissəni keçirəm və güncəllə deyirəm. Gördüyünüz kimi güncəlləndi. Kateqoriyalara qayıt deyirəm və adapterə görüntülə desəm. Gördüyünüz kimi bu hissədə kateqoriya üst yazısı çıxır, hansı ki mən sizə demişdim, əlavə edə bilərsiniz. Üstə əlavə etmək adətən məqbul sayılmır, çünki istifadəçinin nə qədər yazı çox ola bilər və istifadəçilər aşağı düşməkdə çətinlik çəkə bilərlər. Və eyni zamanda kateqoriya alt yazısı burada olur. Yəni bunu siz gördüyünüz demək olar ki, bir çox böyük şirkətlər belə bundan istifadə eləyir. Kontaktum olsun, digər satış həyata keçirən şirkətlər olsun ki,
SEO zamanı, SEO həyata keçirən zaman kateqoriyaların altında bu hissədə kateqoriya alt mətnləri olur. Bundan istifadə edə bilərsiniz SEO üçün və təkidlə istifadə etmənizi tövsiyə edirəm. Bu hissəni də hələlik bağlayaq. Və bu hissəni də hələlik bağlayaq. Biz yenidən ana səhifəmizi düzənləməyə çalışsaq, gəlin baxaq ki, başqa nə əlavə etmək olar. Misal üçün, bu hissəyə gəlib bunu duplicate edək, kopyalayaq. Alt hissəyə əlavə olunsun və biz produkt ayarlarına daxil olsaq. Gördüyünüz kimi üzərinə gəldim. Sağ tərəfdə mavi fonda ağ yazı və çarx işarəsinin üzərinə tıklayıb. Bizim üçün burada bunun hissəsi görsənir. Yəni ayarları görsənir. Burada nə var? Misal üçün istəyə bilərsiniz ki, bunun dizaynı fərqli olsun. Buradan stil hissəsindən dizaynları seçə bilirsiniz. Gördüyünüz kimi ayrı-ayrı formalarda gəlir bizim üçün. Gördüyünüz kimi müxtəlif formalarda biz buradan dəyişə bilirik. Eyni zamanda aşağı düşsək biz burada tutaq ki, hər kateqoriyadır və ona biz başqa bir başlıq verdik. Ayrı-ayrı məhsulların görünməyini istəyiriksə, biz düşürük aşağı və buradan istədiyimiz bir kateqoriyanı seçirik. Misal üçün bu hissədə görsənsin bizim üçün blenderlər. Və avtomatik bizim üçün burada blenderlər görsənəcək. Növbəti hissədə yenə bunu duplicate edirəm. Bu hissədə isə görsənsin. Çəkənlər və burada mən blenderləri yığışdırıram. Bu formada bizim üçün görsənir. Bu məntiq yəqin ki, hər birimizə aydındır və bu hissənin üzərindən keçirəm. Artıq bu səhifəni də bağlayıram. Və biz bağlayıb artıq səhifəni yenilədikdə görərik ki, etdiyimiz dəyişikliklər bu hissədə öz yerini tapdı. Biz ana səhifəni düzənlədik, məhsullarımızı yerləşdirdik və bizə lazımdır ki, ödənişləri qəbul edək. Əgər siz rəsmi qaydada fəaliyyət göstərəcəksinizsə və ödənişləri onlayn şəklində kartla müştərinin ödəyə bilməsini istəyirsə, sizin bir VPN-iniz olmalıdır və sahibkarlıq obyektinizi qeydiyyatdan keçirməlisiniz. Bundan sonra siz müraciət edə bilərsiniz ödəniş aqreqatorlarına, onlarla və yaxud bank vasitəsindən ödənişləri qəbul etmək üçün sizə lazımı modul verilir. Biz onu hal-hazırda quraşdıracağıq. Eyni zamanda sizə IP açarlar və s. verilir ki, siz onlar vasitəsilə ödənişləri qəbul edə bilərsiniz. Müxtəlif ödəniş aqreqatorları var. ePoint var, PulPal var, Payrif var. Bankların özünün virtual postları var və hər birinin faizləri, göstərdikləri xidmətlər fərqlənir. Bugünkü dərsimizdə ePoint-dən istifadə edəcəyik. ePoint ödəniş aqreqatorudur, banklarla əlaqəsi var. Siz avtomatik banklara ehtiyac qalmadan bura ilə müqavilə bağlasanız, əgər faizlər sizə uyğundursa, siz avtomatik olaraq bir kart, bol kart, tam kartla taksitli satışlar da həyata keçirə bilərsiniz. Gəlin daxil olaq yenidən admin panelə və qoşmalar hissəsinə baxaq. Qoşmalar hissəsindən əlavə et deyirik və kompüterin yaddaşında olan bizə ePoint-in WooCommerce üçün inteqrasiyasını yükləyək. Gördüyünüz kimi yükləndi və eklentiyi etkinləşdir deyirik. Və ePoint-in səhifəsi budur. ePoint.az-dan daxil olub siz qeydiyyatdan keçməlisiniz. Qeydiyyat zamanı sizdən mənim artıq profilimə daxil olduğu gördüyünüz kimi və buradan sizə müxtəlif məlumatlar, müqavilələr və ayarlamalarınızı edə bilirsiniz. Misal üçün ki, bu WooCommerce-də ümumiyyətlə yaxşı bir üstünlükləri var ePoint-in. Siz bu admin paneldən, yəni ePoint-in öz panelindən hansı taksidi, hansı aylarla və s. aktivləşdirmək istəyirsə seçə bilərsiniz. QR-də bunların olub olmamağını siz buradan seçə bilirsiniz. Tutaq ki, sizdə var bu IP-lər və WooCommerce qoşmasını aktivləşdirdiniz. Bundan sonra gördüyünüz kimi görsənir. Daxil olursunuz WooCommerce-yə və WooCommerce-nin ayarlar hissəsinə. Çünki sizə oradan veriləcək IP-lər var. Siz onu aktiv etməlisiniz. Buraya yeniləməlisiniz. Ödəmələr hissəsinə daxil olursunuz və ödəmələr hissəsindən izin ver deyirsiniz və yönət hissəsinə daxil olduqda
Sizin üçün ödəniş metodunun adını yaza bilərsiniz, qısa məlumat yaza bilərsiniz. Misal üçün kartlı ödəniş üçün və s. Buradan valyutanı seçsiniz, digər hissələrə ehtiyac yoxdur və sizə iki əsas public key verirlər və məxfi secret key verirlər. Açar sözlər belə deyək. Siz onları bura əlavə etməlisiniz. Siz ilk dəfə e-pointdə qeydiyyatdan keçdikdən sonra saytı və s. əlavə edirsiniz. Ondan sonra sizin saytınızın qəbul olunması üçün lazımdır ki, sizin saytınızda ana səhifə olsun, haqqımızda hissəsi, əlaqə hissəsi və şərtlər, ödəniş məlumatlarından bağlı, ödəniş şərtlərindən bağlı bir səhifə olsun ki, onlar sizin səhifəni IP key təsdiqləsinlər və sizə məxfi burada gördüyünüz private key versinlər. Bu hissəni hələlik mən saxlayıram və biz yenidən sayta daxil olmaq istəsək və məhsulun üzərinə gəldik, səbət əlavə et dedik, ödəmə deyirik və gördüyünüz kimi artıq burada e-point də var. Lakin mən bunu versəm təsdiqlənməyəcək. Çünki bizim artıq o həmən secret key və s. əlavə etməyimiz lazımdır. Bu da nümunə sayda olduğu üçün bu hissədə etmirik. Gördüyünüz kimi burada biz eyni zamanda ad və s. ünvan qeyd etməliyik. Burada xəta verdi, lakin növbəti mərhələdə yenə də e-pointlə ödəniş etdikdə xəta verəcək. Çünki sizin orada məlumatları qeyd etməmisiniz və e-point bunu qəbul edə bilmir ki, siz hansı sistemə ödəniş etmək istəyirsiniz. Bu hesab kimin ödəniş kimin balansına gedəcək belə deyək. Gördüyünüz kimi biz bu hissədə də ödəniş metodunu quraşdırmağı göstərdik. Siz gələcəkdə e-pointdən qeydiyyatdan keçdikdən sonra e-pointdən ödəniş səhifəsində olan hissələri necə belə deyək, dəyişə bilərsiniz, onları göstərək. Sizin belə bir paneliniz olacaq. Buradan parametrlər hissəsinə daxil olduqda ödəniş hissəsində nələr görsənsin onları seçə bilərsiniz. Buradan portmanatla ödəniş olsunmu, onunla ödəniş olsun, olmasın, bir bankla və s. bunları seçə bilirsiniz. Eyni zamanda aşağıda sizin üçün taksitlər var. Minimum taksit məbləği hansı olsun? Misal üçün müştəri 5 manatlıq mal alıb, siz onu taksit yerləşdirmisiniz. Tutaq ki, 100 manatdan yuxarı ödənişlərə taksit açmaq istəyirsinizsə, buradan 100 azın qeyd edirsiniz. Daha sonra da bir kart, tam kart və bol kart üzrə yapı kredi də gələcəkdə aktiv olacaq, hələ aktiv deyil. Yəqin ki, çünki aylar seçmək görsənmir. Hansı burada da sizdən tutacağı faizləri və komissiyaları göstərir. Hər ödəniş üzrə, taksit əməliyyatı üzrə hansı ayların aktiv olmağını istəyirsinizsə, buradan seçib yadda saxlaya bilərsiniz və yaxud da ləğv edib. Mən bu hissəni hələlik bağlayıram. Biz bu ayarlamaları da etdikdən sonra lazım olan iki əlavə modul quraşdırmağı göstərəcəm. Elektron ticarətə yeni başlayırsa və saytınız yenidirsə, ümumiyyətcə gələcək üçün də bu iki ayarlamanın olması mütləqdir. Nəyə görə? Siz hal-hazırda böyük bir şəbəkə olmadığınıza görə, tanınmadığınıza görə müştəri sizinlə tez əlaqə qurmaq istəyir və ən çox da əlaqə qurma vasitəsi WhatsApp-dır və ona görə biz saytımıza WhatsApp üzərindən yönləndirmə qoymaq istəyirik ki, müştəri avtomatik bizə WhatsApp-dan mesaj yaza bilsin. Bunun üçün daxil oluruq əklentilər hissəsinə və əklenti yüklə deyirik. Yəni qoşma Azərbaycan dilində. Bu hissəyə isə bizə lazım olan qoşmanın adını yazırıq. Gördüyünüz kimi one click chat to order. Bir kliklə chatdan sifariş. Şimdi kur deyirik və yükləndi, aktivləşdiririk və biz bu hissədə, aşağı hissədə artıq bizim üçün lazımi ayarlamaları görürük. Biz buradan WhatsApp nömrəsi qeyd edirik. Gəlin bir dənə WhatsApp nömrəsi qeyd edək. Mən öz WhatsApp nömrəmi qeyd edirəm. Yayınla deyirəm. Növbəti hissədən digər ayarlamalara baxaq. Qlobal ayarlamalar. Burada shopda olsunmu, mağaza səhifəsində ona baxa bilirik. Siz buradan eyni zamanda add to cart hissəsini ləğv edə bilərsiniz. Misal üçün sizin VN-iniz və s. yoxdursa, sadəcə kataloq kimi işlədirsinizsə saytı və oradan hansısa bir sifariş olmağını istəmirsinizsə, sifarişlərin ancaq WhatsApp-la olmağını istəyirsinizsə, bu butonu da aktivləşdirirsiniz. Burada siz shop səhifəsində edirsiniz, burada isə ödəniş səhifəsində, səbət səhifəsində və s. Gəlin, yeniləyək. Misal üçün müştəri sayta daxil oldu, məhsulun üzərinə kliklədi, səbət əlavə et dedi və biz səbətə gedib səbətin hissəsinə baxası olsaq, görürük ki, burada WhatsApp işarəsi də var. Eyni zamanda biz bura hər hansı bir yazıda yaza bilərik. Misal üçün bu hissəyə yazırıq ki, sifarişi WhatsApp-la tamamla.
Və gördüyünüz kimi bu hissədə sifarişi WhatsApp-la tamamla deyə yazılır və biz üzərinə klikledikdə artıq bizi öz WhatsApp-ımıza belə deyək yönəldir. Məndə kompüterdə WhatsApp açıq deyil və müştərinin səhifəsində WhatsApp-a yönəldir. Birbaşa sizin mesaj hissənizə sizin nömrə avtomatik gəlir ora və sizin enter verdikdə həmən yazını göndərə bilər və yaxud da ki, silib də özü istədiyi bir şeyi yazıb göndərə bilər. Vacib olan qoşmalardan biri budur. Eyni zamanda biz digər hissəsinə baxaq burada. Tək məhsullarda burada görsənir. Yəni məhsulun içində olsunmu? Aktivləşdiririk. Hər hansı bir şeyə hal-hazırda ehtiyac varmı? WhatsApp-la sifariş deyək bura. Sifariş WhatsApp-la və yaxud da ki və dəyişikləri qeyd edirik. Sayta gəlib biz məhsulun üzərinə daxil olsaq görərik ki, artıq hər məhsul səhifəsində də WhatsApp-la sifariş butonu var və tıkladıqda yenə də həmən qayda bizi WhatsApp-a, müştərinin WhatsApp-a yönəldir ki, oradan sizə mesaj göndərə bilsin. Bu modul haqqında hələlik bu qədər. Bizə saytda quraşdırmağa lazım olan növbəti modul isə live chatdır. Yəni gördüyünüz kimi bu hissədə bir live chat var. Müştəri üzərinə tıklayır və ad, familiyası və s. istədiyiniz məlumatları yazaraq sizinlə buradan da əlaqə yarada bilir. Misal üçün müştəri istəmir WhatsApp ilə əlaqə yaratsın, sayt üzərindən əlaqə yarada bilir. Və bunun nə üstünlüyü var? Bəzi live chat sistemlərində bu sistem var ki, müştəri avtomatik sayta daxil olduqda siz saytda deyilsiniz. Bunun özünün mobil application da var və sizə artıq bildiriş gəlir ki, saytda bir müştəri var. Siz orada bir ayarlama da özünüz qoya bilirsiniz ki, sayta daxil olduğu müştəri 30 saniyədən sonra bir mesaj göndərir. Misal üçün ki, salam, sizə necə kömək edə bilərik? Bu sizin sayta daxil olan, anlıq saytda olan müştərilərə də mesaj yazmağınıza kömək edir. Gəlin baxaq görək biz hansını quraşdıra bilərik. Qoşmalara daxil oluruq yenidən. Əlavə et və bu hissədən live chat deyək. Gördüyünüz kimi müxtəlif live chat proqramları gəldi. Biz Task to Live Chat-dan istifadə edək. Gördüyünüz kimi həmən live chat, kontakt.com-da istifadə etdiyi live chat da burada var. Və biz bunun ayarlarını aktivləşdirdikdən sonra ayarlar hissəsinin altında Task to var və bu hissəyə daxil oluruq. Və bu hissədən bizdən istifadə istəyir ki, qeydiyyatdan keçək. Qeydiyyatımız yoxdursa qeydiyyatdan keçirik. Və biz qeydiyyatdan keçirik. Eyni zamanda Go to Dashboard deyərək sistemin özünün də admin panelinə daxil ola bilirik. Gördüyünüz kimi siz həmən admin paneldə də sayta daxil olan istifadəçiləri, yazışmaları və s. görə bilirsiniz. Tutaq ki, sizin bir mağazanız var, sizin mağazada zaten bir işçiniz var və bir kompüteriniz var. Bu onun kompüterinə daim açıq olsun, müştəri tıkladı ora girsin, avtomatik əlaqə yarada bilsin. Buradan biz təsdiqləyək. Gördüyünüz kimi siz buradan tutaq ki, kiməsə avtomatik mesaj göndərə bilərsiniz. Və siz hətta burada müştəriləri qruplara da ayıra bilərsiniz. Tutaq ki, sizdən sifariş alan, sifariş verməyən, misal üçün yarımçıq qalıb və s. bunların hamısını buradan qruplar yaradaraq əlavə edə bilərsiniz. Digər ayarlara baxırıq. Görsənməyi deyir, saytda görsənsin, görsənməsin. Bu hissədə isə hansı səhifələrdə görsənsin deyə biz seçirik. Dostlar, hələlik bu qədər. Biz bu dərsdə çalışdıq ki, bir videoda elektron ticarət saytı necə yaranır, əsas nələri yaratmalıyıq, tema necə yüklənir, ödəniş inteqrasiyası necə qurulur, WhatsApp-la sifariş butonu necə əlavə olunur və
live chat, yəni canlı chat necə quraşdırılır sayta, onları öyrəndik və bu bizim bu video üçün sonuncu hissəmiz idi. Diqqətiniz üçün təşəkkürlər. Hər birinizə minnətdarım.